Bugünkü mövzumuz uşaqlar əlavə yarım qrup metallardır. Bunların hamısını çalışacağım qısa şəkildə danışım. Əvvəlcə başlayaq dəmir haqqında. Dəmir 8-ci qrupun əlavə yarım qrupunda yerləşir. Bura dəmirlə bərabər kobalt və nikel elementləri də aiddir. Dəmirdə sıra nömrə 26, kobaltda 27, nikeldə 28-dir. Dəmirin elektron konfiqurasiyası 4s2, 3d6. Bu 8-ci qrupa uyğun gəlir. Amma kobaltda 4s2, 3d7-dir. Üstləri toplayanda bizə 9 verir və çaşbaşlıq yaranır. Amma narahat olmayın. Deməli, D6, D7, həmçinin D8 olanlar, bunların hər üçü 8-ci qrupun əlavə yarım qrupuna aiddir. Dəmir birləşmələrdə həm 2 valentli, həm də 3 valentli ola bilir və müsbət 2, müsbət 3 də oksidləşmə dərəcə göstərir. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Dəmirin geniş yayılmış birləşmələri F3O4. Bunun adı ya maqnetit deyirik, ya da maqnitli dəmir daşı. F2O3 hematit, yaxud da qırmızı dəmir daşı. F2O3 N-mol su ilə birləşik, ya limonit, ya da qonur dəmir daşı. FS2 pirit, yaxud da dəmir kolçedanı. FSO3 siderit, yaxud da dəmir şpatı. Dəmir pirometallurgiya üsulu ilə alınır. F2O3-ün üzərinə pirometallurgiyada reduksiyecilərdən istifadə edib təsir edir. Reduksiyeci kimi burada həm hidrogen götürə bilərik, həm də alüminium. Nəticədə alınır dəmir və su. Bunu hidrogenin xassələrində də keçmişik. Hidrogen dəmiri onun oksidindən reduksiya etdi. Ya da burada biz alüminiumdan istifadə edə bilərik. Bu zamanda alınacaq alüminiumun oksidi və 2 mol dəmir. Hidrogendən istifadə edəndə həmin üsul olur hidrogenotermiya. Alümdən istifadə olunanda bu olur alüminotermiya. Amma hər ikisi pirometallurgiya sayılır. Sənayedə dəmiri çuxum və polad şəklində F2O3-dən karbon monoksidlə reduksiya edib alırlar. Bu zaman da 2 mol dəmir və 3 mol karbon qazı əmələ gəlir. Əgər sizə Domnap sobasında baş verən prosesi soruşsalar, orada belə bir proses gedir. Əvvəlcə dəmir 3 oksid götürürük, onu karbon monoksidlə reduksiya edirik. Bu zaman o çevrilir dəmirin 2 oksidinin qarışığı F3O4-ə. Burada dəmirin oksidləşmə dərəcəsi müsbət 3-dür. Burada isə kəsir qiymət alır. Müsbət 8/3. Sonra yenə CO-dan istifadə edib reduksiya həyata keçiririk. Və alırıq burada dəmir 2 oksid. Dəmirin oksidləşmə dərəcəsi müsbət 2-yə düşdü. Yenə reduksiyanı davam elətdiririk və bu zaman təmiz dəmir əldə edirik. Dəmir gümüşü ağ, plastik, istilik və elektriki yaxşı keçirdən, asan maqnitlənən metaldır. Dəmir müsbət 2 və dəmir müsbət 3 ionu hər ikisi OH mənfi ionu ilə təyin olunur. Müsbət 2 OH-la getdikcə qonurlaşan yaşıl çöküntü əmələ gətirir. Müsbət 3 ionu isə qonur çöküntü əmələ gətirir. Bir də dəmir 3 müsbəti təyin eləmək üçün kalium rodanitdən istifadə olunur. O reaksiyada belə baş verir. F-xlor3 üstə gələk kalium SCN. Bu kalium rodanit duzudur. Buna 3 mol götürürük. Nəticədə burada alınır FSCN3 və 3 mol da kalium xlorid. Burada qan qırmızı rəngli məhlul alınır. Buna da süni qan reaksiyası deyilir. Süni qanın yaranması deyilir. Dəmirin birləşmələrinə keçək. Dəmir oksigenlə reaksiyaya daxil olanda buradan F3O4 əmələ gəlir. Buna deyirik dəmir yanığı. Dəmirin xlorla reaksiyasını yadda saxlayın. Burada dəmir 3 valentli daxil olur. Mən əmsallaşdırmıram, vaxtımız çox getməsin. Nəyə diqqət eləməlisiniz? Dəmir xlorla birləşmə reaksiyasına daxil olanda 3 valentli duz yaranır. Amma unutmayın, dəmirin H xlorla reaksiyası bu əvəzetmə reaksiyasına aiddir. Burada
hidrogen ayrılır və Fe-xlor 2 əmələ gəlir. Dəmir karbonla birləşmə reaksiyasına daxil olur. Bu zaman Fe3C alınır. Buna deyirlər sementit. Bax, pirit var, Fe2. Bu təbii birləşmədir. Amma dəmirin kükürtlə reaksiyasından dəmir 2 sulfid alınır. Burada dəmir 2 valentli olur, Fe2. Dəmirin FeO və FeOH2 birləşmələri ikisi də əsasi xassələrdir. Amma Fe2O3 və FeOH3 bunların hər ikisi amfoter xassəli maddələrdir. Bilməliyik dəmirin sulfat turşusu ilə reaksiyalarını. Əgər duru sulfatdırsa, bu o zaman FeSO4 və H2 əmələ gəlir. Burada dəmir 2 valentlidir. Əgər biz burada qatı sulfat götürmüşüksə, bu zaman dəmirin 3 valentli duzu yaranacaq. Fe2SO4-3. Buradan SO2 qazı ayrılır, bir də su əmələ gəlir. Nəyə diqqət edirik? Duru sulfatla reaksiyasında hidrogen çıxır 2 valentlidir. Qatı sulfatla reaksiyasında SO2 qazı ayrılır və dəmir burada 3 valentlidir. Həmçinin bunu da unutmuşsunuz. Dəmir həm duru, həm də qatı nitrat turşusu ilə reaksiyaya daxil olarsa, bax, həm duruda, həm qatıda hər ikisində 3 valentli duz əmələ gətirəcək. Burada aralıq maddə, azotun birləşməsi o fərqli olur. Əgər durudursa, buradan N2O, qatıdırsa NO əmələ gəlir, bir də hər ikisində su ayrılır. Və proses burada NO bir dəqiqə deməli ağzı və bu NO olanda ağzı bağlı qabda aparmaq lazımdır reaksiyanı. Çünki NO oksidləşib NO2-yə çevrilir. Əgər ağzı bağlı qabdadırsa NO alınacaq. Ağzı açıq qab olarsa, oradakı NO oksigenlə reaksiyaya girib NO2-yə çevriləcəkdir. Qaba fikir verin. Sonra burada çoğunla poladdan sual düşə bilər. Onları bilmək lazımdır. Çoğun polad istehsalında soruşur ki, flüs kimi nədən istifadə edə bilərik? Flüs o deməkdir ki, bunun üçün kalsium karbonat və maqnezium karbonatdan istifadə olunur. Flüs sonda çətin əriyən maddələr olur. Məsələn, silisium dioksid. Bunu özünə birləşdirib asan əriyən maddə şlaka çevirsin. Onda deməli şlakın tərkibi belə olacaqdır. Kalsium silisium O3, maqnezium silisium O3. Bax, bu tərkiblərə fikir verin. Flüs kimi kalsium karbonat, maqnezium karbonatdan istifadə olunur. Ona görə ki, o istehsalat zamanı yaranan silisium dioksidi özlərinə birləşdirsinlər və şlaka çevirsinlər. Şlak kimi onda kalsium silikat və maqnezium silikatı göstərə bilərik. Çuğunun tərkibində nə olur? Sementit, silisium, manqan, fosfor, kükürt, kalsium sulfid. Çuğun tərkibində bunlar olan dəmir ərintisidir. Çuğundan polad almaq üçün orada karbonla silisiumun miqdarını azaltmaq lazımdır. Kükürt və fosfor isə tamamilə çıxartmaq lazımdır. Çünki bunlar, kükürtlə fosfor, polada kövrəklik xassəsi verir. Domna prosesində deməli, maddəni alarkən ora əlavə olunur koks, koksun tərkibi karbon, əlavə olunur dəmir filizləri Fe2O3 və Fe3O4. Bir də yuxarıdan əlavə olunur flüs, onu da bayaq göstərmişik, kalsium karbonat. Sonra domna prosesində qazlar əmələ gəlir ki, bunlara domna qazı deyirlər. Orada alına bilər karbon monoksid, azot və karbon dioksid. Domna qazının tərkibi soruşulsa, bax bunlardan ibarətdir. İndi keçək əlavə yarımqrup metallarından mis haqqında danışaq. Mis birinci qrupun əlavə yarımqrupunda yerləşir. Birləşmələrində həm 1, həm də 2 valentli ola bilir. Həm müsbət 1, həm də müsbət 2 oksidləşmə dərəcə göstərir. Təbiətdə az miqdarda sərbəst, amma əsasən birləşmələr şəklində yayılır. Geniş yayılmış birləşmələri, mis parıltısı, buna deyirlər kuprit, kuprum, ferrum, S2, mis kolçedanı və bir də malaxit. Bu da malaxitin tərkibi. Sənayedə onu almaq üçün mis parıltısını oksidləşdirirlər.
mis parıltısı üzərinə əlavə elədik oksigen. Bu zaman mis 1 oksid və SO2 alınır. Alınan mis 1 oksidin üzərinə yenə mis parıltısı əlavə edək. Bu zaman da mislə SO2 yaranacaqdır. Bu proseslər ardıcıl həyata keçirilir. Bir də biz təmiz mis almaq üçün elektrolizdən istifadə edə bilərik. Elektrometallurgiya. Bunun üçün mis 2 sulfatın sulu məhlulunu elektroliz edə bilərik. Katodda mis, anodda oksigen, məhlulda isə turşu əmələ gəlir. Ya da ki, mis 2 sulfat suda məhlulun üzərinə dəmir əlavə edərik. Dəmir misdən aktiv olduğuna görə onu sıxışdırıb çıxardacaq və FeSO4 üstəgəl mis belə bir reaksiya baş verəcəkdir. Buna isə deyirlər hidrometallurgiya. Duz məhlullarından istifadə edib metal əldə eləmək hidrometallurgiya üsuluna aiddir. Mis açıq çəhrayı rəngli, yumşaq, çətin əriyən metaldır. Elektriki yaxşı keçirdir. Pasiv metaldır. Nəm havada koroziyaya uğrayır və səthi yaşıl təbəqə ilə örtülür. Misin öz rəngi çəhrayıdır. Bu fiziki xassəsidir. Amma üzərində yaşıl örtüyün əmələ gəlməsi kimyəvi hadisədir, kimyəvi də xassə olur. Çünki orada reaksiya baş verir. Onun üzərində əmələ gələn o yaşıl örtük malaxitdir. Malaxit belə yaranır. Mis, oksigen, havadakı nəmlik və karbon qazı. Bunlar hamısı birləşir və malaxit əmələ gətirir. Malaxitin deməli adlandırsaq, mis 2 hidroksokarbonatdır. Niyə buna mis 2 hidroksokarbonat deyirik? Elə başa düşün ki, əvvəlcə mis OH2 var idi əlimizdə və orada mis 2 valentli idi. Sonra öz OH-ının birini itirdi. İtirdiyinə görə bu qalıq bütövlükdə 1 valentli oldu. Bu da karbonat anionu ilə birləşəndə o da 2 valentli olduğu üçün mötərizəyə alıb indeksinə 1-2 yazırıq. Keçmişdə onun valenti 2 olduğuna görə indi də o adla çağırılır. Mis 2 hidroksokarbonat. Mis naqillərin, ərintilərin, xüsusən də tunç və bürüncün istehsalında istifadə olunur. Mis kuporosu isə belə yazılır, kristal hidratdır. Bundan bitki ziyanvericilərinə qarşı mübarizə məqsədi ilə istifadə edirlər. İndi keçək sink haqqında danışaq. Sink təbiətdə yalnız birləşmə şəklində yayılır. 2 valentlidir, müsbət 2 oksidləşmə dərəcə göstərir. Mineralları sink S, bu olur sfalerit mineralı, sink CO3 isə qalmey mineralıdır. Sink də sənayedə pirometallurgiya üsulu ilə alınır. Götürək sink sulfid yaxud da sfalerit, onu oksidləşdirək. Bu zaman alınır sink oksid və SO2. Həmin sink oksidin də üzərinə karbonla onu reduksiya edək, karbon əlavə edək. Bu zaman da alınacaq sink və karbon monoksid. Sink maviyə çalan, gümüşü, asan əriyən, ağır, əlvan metaldır və adi şəraitdə kövrəkdir. Həm özü, həm oksidi, həm hidroksidi, amfoterdir. Buna görə də həm turşu, həm də qələvlərlə reaksiyaya daxil olurlar. Sink qələvilərdən öz valentinin yarısı qədər hidrogen çıxardır və bu zaman duz əmələ gətirir. Natrium 2, sink O2, üstəgələ H2. Duzun adı olur natrium sinkat. Qələvdən hidrogen çıxartdığı kimi, həm də turşudan hidrogen çıxardır. Sink xlorid və hidrogen yenə də deməli öz valentinin yarısı qədər hidrogen çıxartdı. Sink qeyri-metallardan xlorla rahat şəraitdə reaksiyaya girir. Sink xlorid əmələ gəlir qızdırmaqla. Kükürdlə reaksiyaya daxil olub sink sulfid əmələ gətirir. Oksigenlə reaksiyaya daxil olur. Sink oksid əmələ gətirir. Su ilə reaksiyası var, qızdırıldıqda baş verir. Bu zaman sink oksid və hidrogen ayrılır. Aktiv metallar olanda onlar qələvi və hidrogen əmələ gətirir, adi şəraitdə gedirlər. Az aktiv metallar isə bu cür qızdırıldıqda reaksiyaya gedir və oksid əmələ gətirirlər.
Sink həm ərintilərin tərkibinə daxildir, həm də ondan qoruyucu örtük kimi istifadə edilir. Ona görə ki, o paslanmaya qarşı davamlıdır. Sink 2 müsbət ionunu təyin etmək üçün yenə də OH mənfi anionundan istifadə olunur. Bu zaman çünki sink OH2 əmələ gəlir ki, o da ağ rəngli çöküntüdür. Keçək indi xrom haqqında məlumat verək. Xrom, deməli, elektron konfiqurasiyasına baxsaq, sıra nömrəsi 24-dür də. 4s1 3d5-dir. Burada bir kənara çıxma olduğunu unutmayın. Ona görə də xroma deyirik ki, normal halda 6 tək elektrona malikdir. Xrom birləşmələrində 2, 3 və 6 valentli olur. Həmçinin də müsbət 2, müsbət 3, müsbət 6 oksitləşmə dərəcəsi göstərir. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Əsasən də xrom 3 oksid şəklində. Bir də belə bir birləşmə məlumdur. Xrom 2O3 ilə bir yerdə. Buna deyilir xromlu dəmir daşı. Saf xrom almaq üçün alüminotermiya üsulundan istifadə olunur. Xrom 2O3-ün üzərinə alüminium əlavə edirik. Bu zaman alüminium 2O3 və xrom əmələ gəlir. Əgər biz bu ferroxromdan istifadə eləsək, burada ferroxromun üzərinə karbon əlavə edirlər. Bu zaman həm dəmir, həm xrom, həm də karbon monoksid əmələ gəlir. Bu əlverişlidir ona görə ki, həm dəmir, həm xrom ala bilirik oradan. Amma mənfi cəhəti də odur ki, oradan alınan xrom təmiz olmur. Çünki biz əvvəldə onu almaq üçün kömürdən istifadə eləmişik. Xrom bozuntul ağ, çətin əriyən, ağır, istilik və elektriki keçirdən ən bərk metaldır. Bax, 4 metal haqqında məlumat verdik. Deməli, dəmir, dedik ki, dəmir təbiətdə yalnız birləşmə şəklində tapılır. Mis əsasən birləşmədir, az miqdarda sərbəstdir. Sink yalnız birləşmədir, xrom yalnız birləşmədir. Bu 4 danışdığımızdan biraz az miqdarda misdir ki, təbiətdə sərbəst tapılır. Sonra rənglərinə baxanda dəmir gümüşü ağdır, plastikdir. Mis çəhrayıdır, yumşaqdır. Sink maviyə çalandır, asan əriyəndir, kövrəkdir. Xrom amma bunların için ən bərkidir. Bozuntuldur, çətin əriyəndir, ən bərkdir. İstilik elektrik soruşsalar, hamısı istilik elektriki yaxşı keçirdir. Xromun da üzəri oksid təbəqəsi ilə örtülüdür. Ona görə də o adi şəraitdə korroziyaya qarşı davamlıdır. Xrom oksigenlə xrom qızdırıldıqda reaksiyaya daxil olur. Mən əmsallaşdırmıram, ancaq tənlik yazıram. Xrom 2O3 alınır. Sonra xrom florla reaksiyaya daxil olur. O da dəmir kimi 3 valentli duz əmələ gətirir. Dəmir kimi H-xlorla reaksiyaya girəndə 2 valentli aparır özünü, hidrogen ayırır. Duru sulfatla reaksiyasında yenə də dəmir kimi daxil olur. 2 valentli hidrogen əmələ gətirir. Xromun xrom 2 oksid, xrom 2 hidroksid. Bu birləşmələri əsası xassəlidir. Xrom 2O3 ilə xrom OH3 bu amfoter xassəlidir. Xrom O3 var və bir də buna uyğun gələn turşusu var. H2 xrom O4. Bunlar da turşu xassəli maddələrdir. Bunu almaq üçün deməli xrom O3-ün üzərinə su əlavə edirlər. O zaman alınır H2 xrom O4. Xrom paslanmayan örtük kimi ərinti və cihazlarda istifadə olunur. İndi keçək uşaqlar. Bizə lazım olan qeyri-üzvü kimyada təxminən 100-ə yaxın reaksiya var. Bir dəfə də bunları təkrarlayaq ki, ən çox nəyə diqqət eləməliyik? Diqqət eləməli olduğumuz reaksiyalardan biri sinkin natrium hidroksidlə reaksiyası idi. Ki, onu bayaq dedik ki, oradan alınır natrium sinkat və hidrogen ayrılır. Yəni, sink qələv məhlulundan hidrogen çıxardır. Buna oxşar bir reaksiyada alüminiumla gedir. Orada natrium hidroksid məhlulu
həm də su əlavə edirik. Yenə də uşaqlar, mən əmsallaşdırmıram, vaxtımız çox getməsin. Əmsallaşmanı özünüz də bacarırsınız. Və bu zaman alınır natrium, alüminium O2, bir də buradan ayrılır hidrogen. Əgər biz bu reaksiyanı silisiumla aparsaq, yadda saxlayın ki, bunların üçü də qələvidən hidrogen çıxardılar, hərəsi öz valentinin yarısı qədər. Oradan da alınacaqdır natrium 2, silisium O3 və hidrogen qazı ayrılır. Sonra tez-tez düşən suallardan SO2-nin və SO3-ün hər ikisinin natrium hidroksidlə reaksiyaları. Bu reaksiyalar ayrı-ayrılıqda yazaq. Bu reaksiyalar iki cür gedir. SO2 üstə gələk natrium OH. Əgər birə-bir götürsəydik, onda yadda saxlayın ki, siz hər bir turşu oksidini özünün turşusu kimi düşünün. SO2-nin turşusu sulfit turşusudur. Fərz edin ki, bax burada H2 var. İndi düşünün, H2 SO3 kimi, yəni onun 2 H-ı var, amma burada 1 OH var. Nisbət necədir? H çoxdur. Deməli, buradan turş duzu alınacaq. Birə-bir nisbətdə götürsək, beynimizdə burada bir 2 hidrogen təsəvvür edib, alınan duzu turş duz kimi yadda saxlayırıq. Alınır NaHSO3. Əgər biz burada SO2-nin natrium hidroksidlə reaksiyasında natrium hidroksiddən 2 mol götürsək, təsəvvür edin ki, burada da H2 var. Onda H-la OH-ın sayı bərabər olacaq və bu zaman normal duz yaranacaqdır. Amma sulfitin duzu alınır Na2SO3 və bu zaman su da ayrılacaqdır. Eyni proses də SO3 ilə baş verir. Mən sadəcə alınan duzları yazıram. SO3 olduğuna görə burada NaHSO4. Burada isə SO3 kimi götürsək, alınan duz NaSO4 və həm də su ayrılacaqdır. Sonra kükürdün natrium hidroksidlə reaksiyası bizə lazımdır. S üstə gəl NaOH. Bu reaksiyada disproporsiyadır. 2 duz alınır. Na2S, Na2SO3 və su. Kükürt sıfırdan bir dəfə -2, bir dəfə də müsbət 4 oksidləşmə dərəcəsinə dəyişir. Buna oxşar reaksiya xlorla da baş verir. Xlorun qələvi məhlulu ilə reaksiyasından reaksiya iki cür gedir, istidə və soyuqda. Əgər biz soyuqda aparsaq, kalium xlorid, kalium hipoxlorid və su alırıq. Bu olur Jave suyu. Əgər reaksiyanı istidə aparsaq, kalium xlorid, kalium xlorat və su əldə edirik. Alınan bu kalium xloroid Bertollizidir. Bir də uşaqlar, xlorun əhənglə reaksiyası var. Bundan da inşaatda istifadə olunur. Alınır kalsium xlorid, kalsium hipoxlorid, hipoxlorid xlor O, bir valentdə olduğuna görə indeksinə 2 düşür. Bir də su alınır. Bu oldu xlorlu əhəng. Xlorun su ilə reaksiyalarını bilmək lazımdır. İki cür gedir, o da istidə və soyuqda. Soyuqda gedirsə H-xlor, H-xlor O, istidə gedirsə H-xlor, H-xlor O3 əmələ gəlir. Bu da istidə gedən halı. Sonra florun reaksiyasını bilmək lazımdır. Florun su ilə reaksiyası adi şəraitdə baş verir. H-flor və oksigen alınır. Buna da deyirlər suyun yanma reaksiyası. Aktiv metallar, litium, natrium, kalium, kalsium, barium, stronsium, bunlar özləri də su ilə reaksiyaya girə bilir. Bu zaman hidroksid və hidrogen alınır. Bunların hidritləri də su ilə reaksiyaya girə bilir. Yenə də hidroksid və hidrogen əmələ gətirir. Həmçinin bunların oksidləri də su ilə reaksiyaya girir. Amma birləşmə reaksiyası da oradan yalnız əsas əmələ gəlir. Sonra ozon dərsində bir reaksiya var, o lazımdır. Kalium yodidin ozonla reaksiyası. Bu zaman alınır kalium hidroksid, yod və oksigen. Hidrogen peroksidin parçalanması ilə oksigen dərsi demişdik, o yadıma düşdü. Katalizator kimi MnO2-dən istifadə olunur. Alınır burada su və oksigen. Sonra fotosintez reaksiyası, karbon qazı ilə sudan alınır glukoza, C6H12O6 və oksigen ayrılır. Hidrogen dərsindən bir çox reaksiyalar var ki, onları təkrarlamamız lazımdır. Yadınızdadırsa, metanın 3 cür parçalanması var idi. 1000 dərəcədə, 1500-də və 550-də.
1000 dərəcədə kömürlə hidrogen, 1500-də asetilin və hidrogen, 550-də isə etilin və hidrogen əmələ gəlir. Sonra metanın var idi su ilə reaksiyası, oradan da CO və H2 alınır. Var karbon qazı ilə reaksiyası, oradan da CO və H2 alınır. Və kömürün su ilə reaksiyası, buradan da CO və H2 alınır. Burada alınan qazlar sintez qaz, burada alınan qaz isə su qazı sayılır. Dəmirin su ilə reaksiyası, bunu dəmir dərsində dedik, demədik, F3O4 və hidrogen əmələ gəlir, proses qızdırıldıqda gedir. Bir sıra nitrit, su dərsinə aid reaksiyadır bu dediklərim. Nitrit, karbid, sulfid, fosfid, bunların su ilə hidroliz reaksiyaları var. Onları yadımıza salaq. Kalsium karbid su ilə reaksiyaya girəndə kalsium hidroksid və asetilin. Burada alüminium karbid olanda, yəni su ilə reaksiyasıdır. Alınır oradan alüminium OH3 və metan. Əgər biz kalsium 3 N2 götürmüşüksə, bunların hamısına demək olar ki, sxem eynidir. Metalın hidroksidi alınır, kalsium OH2. Qeyri-metalın isə hidrogenli birləşməsi NH3. Əgər burada biz kalsium 3 P2 götürsəydik, onda da alınan qaz kimi pH3 fosfin qazı əldə edərdik. Əgər kalsium sulfid götürmüşüksə, o zaman H2S əldə edəcəyik. Sonra amonyakın su ilə reaksiyası, NH3 su ilə reaksiyaya daxil olur və NH4OH, amonyum hidroksid alınır. NO2, O2, bir də su. Bu reaksiya həm düzünə, həm tərsinə gedir. Reaksiyadan HNO3 alınır. Əgər HNO3 işığın altında, təsir altında qalarsa, o zaman parçalana bilir. NO2-nin su ilə reaksiyası iki şəraitdə gedir. Əgər ilıqdırsa, iki turşu alınır. Nitrat və nitrit. Əgər qaynardırsa, o zaman nitrat və azot 2 oksidi alınır. P2O5-in su ilə 3 cürə reaksiyası var idi. Onlar lazımdır bilmək. Gedirdi 0-da, 20-də və 100-də. 0-dırsa HPO3 metafosfat, 20-dirsə H4P2O7 pirofosfat, 100-dürsə H3PO4 alınır. Bir də bunu yadda saxlayın ki, orta fosfatı qızdıranda pirofosfat alınır və su çıxır. Pirofosfatı qızdıranda isə metafosfat və su əmələ gətirir. Elektroliz reaksiyaları var idi. Bunlardan ən çox düşən natrium kloridin sulu məhlulun elektrolizidir ki, natrium hidroksid, xlor və hidrogen əmələ gəlir. O reaksiyadan həmçinin sənayedə hidrogen alınmasında da istifadə edirlər. Sonra bizim gipsə aid iki reaksiya var idi. Kalsium sulfat vuraq 2H2O. Bu təbii gipsdir. Biz əgər bunu deməli 150-180 dərəcə arası temperaturda qızdırırıqsa 2 molunu. Yəni temperaturu 180-nin aşağı olmağına diqqət yetirin. Bu zaman kalsium SO4-dən 2, sudan 1, bir də 3 mol su ayrılır. Ki, bu alınana deyirik biz alebastır. Alebastır. Əgər biz bunu yüksək temperaturda qızdırsaydıq, onda su tamamilə ayrılardı, ölü gips əmələ gələrdi. Sonra belə bir reaksiya var, bunu bilməyimiz lazımdır. Həmişə düşür. FOH2, üstəgəl O2, üstəgəl 2 mol su. Bu zaman alınır FOH3. Həm birləşmə reaksiyası kimi düşə bilər, həm də oksidləşmə reduksiya reaksiyasıdır. Mis2 oksidin hidrogenlə reaksiyası. Burada mis və su əmələ gəlir və kütlədə də 16 qram azalma baş verir. Nitratların parçalanmasından KNO3 parçalananda KNO2 və O2 alınır. Oksigen dərsindən K-xloro3-ün parçalanması, kalium xlorid və oksigen. Kalium permanganatın parçalanması. K2, MnO4, MnO2 və O2 alınır. Sonra kosmik gəmi reaksiyası Na2O2 karbon qazı ilə. Natrium 2 karbon O3 və təmiz oksigen ayrılır. Kükürdün florla reaksiyası bu adi şəraitdə gedir, alınır buradan SF6, bunu bilmək lazımdır. Karbon da florla reaksiyaya girə bilir, buradan CF4 alınır.
Silisium kükürtlə reaksiyası var. Buradan alınır silisium S2. Karbonun kükürtlə reaksiyası var. Buradan alınır CS2, yəni karbon disulfid. Kükürdün nitrat turşusu ilə reaksiyası həm duru ilə, həm qatı ilə. Durudursa, nəyə diqqət eləyin? Durudursa, burada H2SO4 və NO əmələ gəlir. Və çox vaxt duru ilə qatını necə seçirik? Duruda burada əvvəldə su da əlavə edirlər. Əgər qatıdırsa, onda H2SO4, NO2 alınır və su orada məhsul tərəfdə olur. Sulfat özü H2SO4 ilə reaksiyaya daxil olur, alınır SO2 ilə su. Sonra H2-sə aid reaksiyalar var ki, onları bilmək lazımdır. H2-sin yanma reaksiyaları 2 cür yanır. Tam, bir də natamam. Natamam yananda kükürtlə sudur. Tam yananda SO2 və sudur. Sonra bu reaksiya SO2-nin H2 ilə reaksiyası. Buradan da kükürt və su əmələ gəlir. Karbonun sulfat turşusu ilə reaksiyası. Karbon üstə gəl H2SO4. Bu zaman CO2, SO2, su alınır. Sulfatın reaksiyalarından dəmirə aid olanı bayaq yazmışdıq. Misi də yadımıza salaq. Mis onsuz da duru ilə reaksiyaya girmir. Qatı ilə də daxil olanda SO2 və su əmələ gətirir. Sonra qurğuşun duru sulfatla reaksiyaya daxil olmur. Amma qatı sulfat olanda da oradan turş duz əmələ gətirir. Poliumbum, HSO4-2, SO2 və su. Azotun alınmasında belə bir reaksiya var idi. Mis-2 oksidin amoniakla reaksiyası. Mis, azot və su alınır. Azot dərsindən ümumiyyətlə çox reaksiya düşür həmişə. Nitrat və nitritin parçalanması, buna diqqət edin. NH4, NO2 parçalananda N2O ilə su, NH4, NO3 parçalananda, səhv yazdım burada, belə olmalıdır. Azotla su, burada isə N2O ilə su əmələ gəlir. Bir də həmin dərsdən NH4-2, xrom 2, O7. Bunun parçalanmasını bilin. Buna süni vulkan reaksiyası deyirik. Həm də azotun alınmasıdır. Buradan alınır azot, xrom 2, O3 və su. Amoniakın 2 cür yanması var. Onu bilin. NH3 oksigenlə 2 cür. Həm adi, həm də katalitik. Bax, adidə A hərfi ilə yadda saxlayın. Azot və su alınır. Katalitikdə isə NO ilə su alınır. Amonium karbonatın parçalanması. NH4-2CO3. Bunun həmçə qrafik şəklində düşə bilər. Bəzən belə verilir, bərk maddənin kütləsi sıfıra düşdü. Bax, o reaksiyadandır. Buradan alınır amoniak, karbon qazı və su. Sonra amoniakın karbon qazı ilə reaksiyası var. Burada 2 mol götürürük və karbamid alınır. CONH2, bir də bu reaksiyadan su ayrılır. NO2-nin 2 reaksiyası var. Biri KOH ilə olandır, biri də soda ilə olan reaksiyadır. KOH ilə olanda alınır burada, bunu NaOH ilə də yaza bilərik. KNO2, KNO3 və su. Amma burada karbon qazı var deyə yenə ona oxşar gedir. NaNO2, NaNO3, burada karbon qazı ayrılacaqdır. Bu da ki, gübrənin alınma reaksiyası kimi qarşınıza çıxa bilər. Sonra natrium nitratın parçalanması, bayaq kalium nitratın parçalanmasını yazmışdıq, onu kimi gedir. Bir də orada yadda saxlayın ki, litiumdan başlayaraq, yəni litiumdan başlayaraq yox, litium özünü orta aktiv metallar kimi aparır. Maqneziumdan başlayaraq mis də daxil olmaqla o nitratlar parçalananda metalın oksidi NO2 və oksigen əmələ gəlir. Əgər litiumu götürmüşüksə, alınacaq Li2O, NO2, O2. Ortada natrium, kalium, barium, stronsium, onlar kalium nitrat kimi parçalanır, onu yazmışdıq. Misdə belə gedir parçalanma. Mis 2 oksid, NO2 və O2. Axıra qalır gümüşlə civənin nitratları. Onların da parçalanmasından metal NO2 və O2 əmələ gəlir. Xlor dərsindən belə reaksiyalar var.
fluoridin üzərinə əlavə olunur MnO2. Mn flor 2, flor su. Biri bu. Sonra fluoridin üzərinə əlavə eləyək Bertolli, kalium flor O3. Kalium florid, flor su. Hər ikisində florun laboratoriyada alınmasıdır. Silisium turşularla reaksiyaya girmir, amma HF ilə reaksiyaya daxil olur, fluoridlə. Silisium F4 və hidrogen əmələ gəlir. Həmçinin silisiumun oksidi də HF ilə reaksiyaya girir. Yenə də silisium F4 və su əmələ gəlir. Kibritin yanma reaksiyası kalium flor 3 fosforla alınır P2O5 və kalium klorid. Sonra sadə superfosfat, 2 qaz superfosfat və presipitatın alınması. Sadə superfosfatda da, 2 qaz superfosfatda da xam mal kalsium ortofosfatdır. Kalsium E3PO4 2. Əgər sadə superfosfatsa, üzərinə sulfat turşusu əlavə edirik. Bu zaman alınır kalsium H2PO4 2 və kalsium SO4. Burada kalsium SO4 artıqdır, bizə lazım deyil. Buna ballast deyirlər. Bu sadə superfosfatdır. S hərfini yadda saxlaya bilərsiniz. Sulfat turşusu tökülübsə, sadə superfosfatdır. Həmin prosesi aparırıq, amma ortofosfat turşusu ilə. Bu zaman 3 mol duz alınır. Kalsium H2PO4 2 alınır. Bu da olur 2 qat superfosfat. Və əgər biz kalsium OH2-nin üzərinə H3PO4 əlavə eləyiriksə, bu zaman alınır hidroduz, kalsium HPO4, 2 molekul su. Bunun adı olacaqdır presipitat gübrəsi. Presipitat gübrəsi. Sonra belə bir reaksiya var, həmişə deyirəm, bunu yadda saxlayın. Fosforun alınması qrafik şəklində də düşə bilir. Götürürük kalsium 3, PO4, 2. Onun üzərinə əlavə eləyirik kömür və silisium dioksid, qum və kömür qarışığı. Bu zaman alınır kalsium, silisium O3, dəm qazı və fosfor. Burada həmişə əmsalı az olan fosfordur, əmsalı çox olan isə karbon monoksiddir. Alüminotermiya reaksiyası var. Alüminiumun F3O4 ilə reaksiyası. Buna deyirlər həm də termit qaynağı. Reaksiyadan alınır dəmir və alüminium 2O3. Əmsallara diqqət etirin. Bu düşə bilir 8, 3, dəmirə düşəcək 9, burada düşür 4. Deməli, termit qaynağı reaksiyasıdır bu. Oksigen gümüşlə reaksiyaya getmir, amma ozonla reaksiyaya gedir. Alınır gümüş 1 oksid və oksigen. NH4 ionunun təyin reaksiyası var. Həmişə çalışın ki, üzərinə qələvə əlavə eləyəsiniz. Çünki burada əvvəlcə NH4OH, ammonium hidroksid və natrium klorid yaranır. Bu da parçalanır NH3 ilə suya və alınan ammoniakın iyinə görə deyirik ki, ammonium ionunun təyini reaksiyasıdır. Sonra belə bir reaksiya var. Karbonun silisium dioksidlə reaksiyası. Silisium və karbon monoksid əmələ gəlir. Kalsium karbonatın və maqnezium karbonatın parçalanma reaksiyaları bu həmişə düşə bilir. Buradan kalsium oksid və karbon qazı alınır. Buna aid qrafikdə ola bilər. Bərk kütlə qismən azalır. Çünki alınanın biri bərkdir, biri qazdır. Silanın yanma reaksiyası var. Silisium H4 yanında buradan silisium O2 və su əmələ gəlir. Turşu oksidlərin bir-birini sıxışdırıb çıxartması var. O sıraya görə silisium O2 karbon qazını çıxarda bilir. Onun güclü olduğuna görə kalsium, silisium O3 və CO2 qaz şəklində ayrılır. Sonra belə bir reaksiya var. Biz dedik ki, litiumdur, natriumdur, kaliumdur. Bunlar oksigenlə reaksiyaya girəndə litium oksid, natrium peroksid, kalium isə superoksid əmələ gətirir. Bəs onda bunu bildik ki, bu var. Bəs natriumla kaliumun oksidini necə əldə edək? Onların oksidini də əldə etmək üçün üzərinə həmin metalın özündən yenə də əlavə eləmək lazımdır. Da belə. Və mən sizə lazım olan qeyri-üzvi kimyada 100-ə yaxın reaksiya qeyd elədim burada. Bir də bunu əlavə eləyim. Hansı maddələr nə ilə reaksiyaya daxil olmur.
Bax, P, B, Cl. Bunlar hidrogenlə reaksiyaya daxil olmurlar. Sonra argentum, aurum, platin, həmçinin də 7-ci və 8-ci qrupun elementləri, onların əmələ gətirdiyi maddələr, bunlar da oksigenlə reaksiyaya daxil olmur. Halogenlərdə belə bir şey demişdik. Flor, flor, brom, yod. Söhbət bəsit maddədən gedir. İndekslərini düz yazmaq lazımdır. Mən yazmadım vaxt azdır deyə. Deməli, burada O-N, John, John, bir də Jones. Hərəsi öz qarşısındakı ilə reaksiyaya daxil olmur. Yod su ilə reaksiyaya daxil olmur. Sonra berilyum, mis, civə, gümüş, platin, qızıl, bunlar da su ilə reaksiyaya daxil olmur. Həmçinin təsirsiz qazlar, oksigen, azot, kükürt, onlar da su ilə reaksiyaya girmir. Sonra su turşu oksidlərindən silisium O2 və wolfram O3 ilə də reaksiyaya girmir. Su amfoter oksidlərin hamısı ilə reaksiyaya daxil olmur. Bir də qarışıq oksidlərlə, bax, amfoterlər, qarışıqlar və D elementinin oksidləri ilə reaksiyaya daxil olmur. Kükürt azotla, bir də yodla reaksiyaya daxil olmur. Duru sulfat turşusu pasiv metallarla, həmçinin də karbon və kükürtlə reaksiyaya girmir. Əgər karbon və kükürdün sulfatla reaksiyasını görmüsünüzsə, o qatı sulfat turşusudur. Duru turşular deyəndə də bilirsiniz nə nəzərdə tutulur? Sulfatı və nitratı çıxın, digərləri demək olar ki, hamısı durudur. O duru turşular pasiv metalların, hidrogendən sonra gələn metalların reaksiyaya daxil olmur. Qızıl və platin ümumiyyətlə heç bir turşu ilə reaksiyaya girmir. Kütləsi dəyişməyən duz soruşsalar, Na2CO3 və K2CO3 bunları qızdıranda kütləsi dəyişmir, çünki bu duzlar parçalanmır. Və bir də suda həll olan əsaslar qələvilər parçalanmır. Na2CO3 və K2CO3 bunlara da deyirlər ya silikat yapışqanı, ya maye şüşə, ya da həll olan şüşə. Bu qədər uşaqlar.